Hər birinizə salam, dəyərli izləyicilər. Mən bu videoda sizinlə monitorinq imtahanlarının modelinə uyğun test tapşırıqlarından riyaziyyat suallarının izahını paylaşacağım. Yəni ilk sualımıza baxaq. Verilən tənliyin məhsul toplananı haqqında yanlış fikirləri müəyyən edin. Gəlin ilk öncə biz x-i tapaq. Deməli, x-i tapmaq üçün ifadəmi yenidən yazıram burada. 133 üstəgəl x vur 5 bərabərdir 1445-ə. İlk öncə məhsul vuruğun birini tapmaq üçün hasili bölürük məlum vuruğa. Yəni 1445-i böləcəyik 5-ə. 14-ün içərisinə 5 2 dəfə olacaq 10. Burada 4, 4 yanına yazsaq. 44-ün içərisinə 5 8 dəfə olacaq 40. Və burada 4, 5 yazırıq. 45-in içərisinə 5 olacaq 9 dəfə. Buradan da 45, 0. Deməli, bu mötərizənin içərisi oldu 289. Gəlin bu hissəni silim. Deməli, belə oldu. Bu hissə oldu 289. Yəni yazıram 133 üstəgəl x bərabərdir 1445 bölünsün 5. 133 üstəgəl x bərabərdir 289-a. X-imiz bərabərdir 289-dan çıxacaq 133-ü. Yəni çıxaq 289 çıxılsın 133. 9-dan 3 çıxdıq 6, 8-dən 3 çıxdıq 5, 2-dən 1 çıxdıq 1. Deməli, bizim məhsul linkimiz, məhsul toplananımız, daha düzgün sürürsən, məhsul toplananımız 156 oldu. 156. İndi baxaq bunlar haqqında yanlış fikirlərə. 156 5-ə qalxısız bölünürmü? Xeyr, bölünmür. Bu yanlış fikirdir. Yanlış. Ona görə biz götürəcəyik birincini. Cüt ədəddir. Bəli, doğrudur. 78 ədədini 2-yə vurduqda məhsul ədəd alınır. Həqiqətən 78-i 2-yə vursaq, 2 vur 8 6, 2 vur 7 14, bir də yadda 15. Bəli, bu da doğru fikirdir. 90-dan böyükdür, doğrudur. Tək ədəddir. Xeyr, bu yanlış fikirdir. Yanlış. 3 rəqəmli ədəddir, bu da doğrudur. Bizə yanlışlar lazımdır. 1 və 5 olacaq A bəndi. Bizə deyir ki, 95834 ədədindən 5 rəqəminin mərtəbə qiyməti neçədir? Baxırıq 5-ə. 5 hardadır? Və 5-dən sonraki rəqəmlərin yerinə yazırıq 0. Cavabımız olacaq 5000. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 4500 alınan ən böyük və ən kiçik ədədlərin cəminin 4 mislini tapın. 4500 alınan ən böyük ədəd 4550, yox 49-dur. 4549. Çünki yüzlüklərə qədər, yəni 5-ə qədər yuvarlaqlaşdırdıqda 5-dən sonra gələn rəqəm 4-dür. 4 5-i dəyişmir. Ən kiçik ədədimiz isə 4450-dir. 4-ə qədər yuvarlaqlaşdırdıqda 4-dən sonra gələn rəqəm 5-dir. 5 4-ü bir vahid artırır, olacaq 4500. Bunların cəmi 9, 9, 9 və olacaq 8. 8999. Bəli. İndi 8999-u vuracaq 4-ə. Çünki bizə deyir ki, cəmin 4 mislini tapın. 4 vur 9 36. 6 yazacaq 3 yadda. 4 vur 9 36 3 də yadda. 9 yenə 3 yadda. 4 vur 9 36 3 də yadda. 39 9 yazırıq yenə 3 yadda. 4 vur 8. Deməli 32 3 də yadda. Cavabımız 35 olacaq. 35996. Bu da olur A bəndi. Böyük çevrənin diametri 30 cm-dir. Bu, kiçik çevrənin diametrindən 6 cm böyükdür. Deməli, kiçik çevrənin diametrini tapmaq üçün böyük çevrənin diametrindən 6 çıxmalıyıq. Çünki 30 cm digər çevrənin diametrindən 6 cm böyükdür. Bu da olacaq 24.
Kiçik çevrənin diametri 24'tür. Bilirik ki, radius bərabərdir. Diametr bölünsün 2'yə. Yəni, radius diametrin yarısına bərabərdir. Kiçik çevrənin radiusu bərabərdir. 24 bölünsün 2. Cavabımız olacaq 12. Zəhranın anası bişirdiyi kətələri 6 boşqaba bərabər payladı. Hər boşqabda 9 kətə oldu. Ana neçə kətə bişirmişdir? Deməli, hər boşqabda 9 kətə var və 6 boşqaba paylanıbsa, 6-nı vuracaq 9-a. Cavabımız edəcək 54. Deməli, ümumilikdə 54 kətə bişirilib. Verilən ifadənin qiymətini hesablayın. Bunları ilk öncə mötərizənin içərisindən həll edək. Sıra ilə həll edəcəm. Gəlin 894'ü ilk öncə bölək 3'ə. 8'in içərisində 3 2 dəfə 6. Burada 2. 29'un içərisində 3 9 dəfə 27. Burada 2. 24'ün içərisində 3 8 dəfə. Burada da 24. 298. Həmin bu hissə olacaq 298. Yəni 1867 çıxılsın 298 vurulsun 304 çıxılsın 46444 vur 2'yə. İndi ardıcıllıqla həll edək. İlk öncə mötərizənin içərisini həll etməliyik. 1867'dən çıxmalıyam 298'i. 17'dən 8 çıxacaq. 9. Burada 5. Bir onluq aldıq axı. 15'dən 9 çıxmaq üçün bir onluq alırıq. Daha 5'dən 9 çıxmaq üçün bir onluq alırıq. 15'dən 9 çıxdıqda 6. Burada 7. 7'dən 2 çıxdıqda 5. Burada isə 1. Deməli, bu hissə olacaq 1569. Vurulsun 304. Çıxılsın 46444 vur 2'yə. Yenə ilk öncə 1569'u vuracağım 304'ə. 4 vur 9 36 6 yazırıq 3 yadda. 4 vur 6 24 3 sayıda 27 7 yazırıq 2 yadda. 4 vur 5 20 2 də yadda. 22 2 yazırıq 2 yadda. 4 vur 1 4 2 də yadda 6. Bu sıfırın mənası yoxdur. Sadəcə yazaq. Ancaq ki mənası yoxdur. 3 vur 9 27 7 yazacağım 2 yadda. 3 vur 6 18 2 də yadda. Deməli 20 0 yazırıq yenə 2 yadda. 3 vur 5 15 2 də yadda 17 7 yazırıq 1 yadda. 3 vur 1 3 1 də yadda 4. Bunları toplasaq deməli 476.976. Gəlin buradan yazırıq. Bu hissənin cavabı oldu. Yəni bərabərdir 476.976 çıxılsın. İndi isə 46.444'ü vuracaq 2'yə. 2 vur 4 8 8 8 2 2 dəfə 2 vur 6 12 2 yazırıq 1 yadda 2 vur 4 8 1 də yadda 9. Burada oldu 92.888. Gəlin indi çıxaq. On altıdan bir onluq alırıq. 16'dan 8 çıxdıqda 8. Burada 6 qaldı. Bir onluq alaq. 16'dan 8 çıxdıqda 8. Burada 8 qaldı. 8'dən 8 çıxırıq. 0. 6'dan 2 4. 7'dən 9 çıxmaq olmur. Bir onluq alsaq. 17'dən 9 çıxdıqda 8. Burada isə 3. Cavabımız olacaq 384.088. Keçirik digər suala. A bərabərdir 5 olarsa verilən ifadənin cavabını tapırıq. 3453'ü vuracaq 5'ə. 5 vur 3 15. 5 yazırıq 1 yadda. 5 vur 5 25. 1 deyədə 26. 6 yazırıq 2 yadda. 5 vur 4 20. 2 deyədə 22. 2 yazırıq 2 yadda. 5 vur 3 15. 2 deyədə 17. Çıxılsın 4328.
5-dən 8 çıxmaq olmur. Bir onluq alsaq 15-dən 8 çıxdıqda 7. Burada 5. 5-dən 2 çıxdıqda 3. Burada 2 bir onluq alaq. 12-dən 3 çıxdıqda 9. Burada 6, 6-dan 4 çıxdıq. 2, burada isə 1. 12.937 cavabımız olacaq B bəndi. 55 kiloqram alma və 3 kiloqram armud olaraq satıcıya 21 manat verdi. 1 kiloqram alma 3 manata satılarsa, 3 manat olarsa 1 kiloqram armud neçə manatdır? Əli 5 kiloqram almaya 1 kiloqram alma 3 manatdır. Yəni 5 vurulsun 3. Üstə gəl 3 kiloqram armud alıb, ancaq armudun qiymətini bilmirik, x-dir. Və bunların cəmi 21 olur. 15 üstə gəl 3x bərabərdir 21. 3x bərabərdir 21-dən 15 çıxdıqda 6, yəni belə yazaq. 3x bərabərdir 6, x də bərabərdir 2. Deməli 1 kiloqram armud 2 manatdır. 4 bucaqlı piramidanın neçə üzü var? Bilirik ki, 4 bucaqlı piramidamız bu şəkildədir. Bircə dəqiqənizi ayıraq. Valaq. Bunu çəkəcəm. Bu şəkildədir. Və bizim piramidanın deməli, bir bu yan üzü 1, bir ön üzü 2, 3, arxadakı 4, bir də oturacaqda 5. 5 üzü var. Diametri 8 cm olan çevrənin radiusunu tapın. Diametr bərabərdir 2 vur radiusa. Əgər diametr 8-dirsə 2 vur radiusa bərabərdir. R-də bərabər 8 bölü 2, 4-ə. 110 dərəcəli bucaq necə adlanır? Kör bucaq adlanır. Bilir ki, 90 ilə böyük olduqda bucaq artıq kör bucaq adlanır. Satıcı 44 ədəd köynəyi hər birini 23 manata satıb. O bu satışdan neçə manat pul aldı? 44-ü vuracaq 23-ə. 3 vur 4, 12. 2 yazırıq 1 yadda. 3 vur 4, 12. 1 də yadda 13. 2 vur 4, 8. 2 vur 4, yenə 8. Toplasaq 2. 1 yazırıq 1 yadda 11 edir. 8-in üzərinə 1 gəldi ki 9. 1 də yadda 10. Cavab olacaq 10.012. Qalqısız bölmə əməlində bölünən, yəni 2070 bölünsün x-dir, bərabərdir 46. Böləni tapaq. X-i tapaq. X bərabərdir 2070-i böləcəyik 46-ya. 2070 bölünsün 46. 207-nin içərisinə 46 4 dəfə. 4 vur 6 24. 4 yazırıq 2 yadda. 4 vur 4 16. 2 də yadda 18. Bu 7-dən 4 çıxdıq 3. 20-dən 18 çıxdıqda isə 2. 23. Bir də 0 yazsaq 230-un içərisinə 46 5 dəfə olacaq. Bu da olacaq elə 230. Cavabımız 0. Deməli, x-imiz bərabər oldu 45-ə. Əhməd 1400 manat maaşının 4də 2 hissəsini xərcləmişdir. Onun neçə manat pulu qalıb? 1400-ün 4də 2-sini tapmaq üçün onu bölürük 4-ə, vururuq 2-yə. 1400-ü 4-ə böldükdə gəlin bölək. 14-ün içərisində 4 3 dəfə 12. 20-nin içərisində 4 5 dəfə elə 20. Bu 0-da yazırıq yanına. 350. Daha sonra 350-ni vuracağıq 2-yə. Cavabımız edəcək, bilirik ki, 700. Vura bilərik. Fərq etmir. Onun neçə manat? Yəni, belə də vura bilərik, uşaqlar. 2-yə vursaq, 2 vur 0, 2 vur 5, 10, 0 yazırıq, 1 yadda 2 vur 3, 6, 1 də yadda 7. Onun neçə manat pulu qalmışdır? 1400 manatın 700-ünü xərcləyib, elə 700 manat da pulu qalıb. Cavab B bəndi. Günel 165 manatın 5də 1 hissəsini marketdə, 5də 2 hissəsini dəftərxanada xərcləmişdir. Günelin neçə manat pulu qalıb? Ümumilikdə nə qədərini? Baxın, 5 dənədən birini marketdə, market. Bu ikisini, 5 dənədən ikisini dəftərxanada.
Nə qədər pulu qalıb? Ümumilikdə neçə manat pul idi? 165. Neçə hissəyə bölünüb? 5 hissəyə. 165-i bölək 5-ə. 16-nın içinə 5, 3 dəfə 15. Burada 15-in içərisinə 5 dəfə. Deməli 35, 35, 35, 35 və 35. Bu hissələrini xərcləyib. Nə qədər qalıb? 2 vur 35. Bir dəqiqə, mən düz bölmədim uşaqlar. Üzülürsən, burada 35-i 33 olmalıdır. Bir dəqiqə, 33. Bəli. Burada 15, 0, hə. 33. Deməli, 5 dənədən 3 hissəsini xərcləyib, 5-dən 2 hissəsi qalıb. Yəni 33 vur 2-si. Bu da olacaq 66 manat pulu qalıb. Çıxma əməlində məhsul azalanı yüzlüklərə qədər yuvarlaqlaşdırın. İlk öncə gəlin x-i tapaq. X-i tapmaq üçün deməli, məhsul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Yəni 1432 ilə 7432-ni toplayırıq. X-imiz bərabər olacaq 1432, 7432. 4, 6, 8, 8. 8864. Bu məhsul azalanı yüzlüklərə qədər yuvarlaqlaşdırın. Təklik, onluq, yüzlük. Yəni 8-ə qədər yuvarlaqlaşdırdıqda 6, 8-i bir vahid artıracaq, 8900 olacaq. B-bən. Bir qutuda 240 mismar var. 30 belə qutuda cəmi neçə mismar var? 240-ı vuracaq 30-a. Sıfırların mənası yoxdur əslində. Sıfırlar sonra da baxın, burada yaza bilərik. 2 dənə sıfırdır, ikisini də yazdım. 3 vuracaq 4-ə, 12, 2 yazırıq, 1 yadda. 3-ü vururuq 2-yə, 6, 1 də yadda 7. Cavab olacaq 7200. 5-də 3 kəsirini onluq kəsir şəklində yazın. Məxrəcini 10-a gətirmək üçün hər tərəfə vururuq 2-yə. 10-da 6. Yəni 0,6. 25 metrlik taxta parçasını 6 dəfə kəsməklə bərabər hissələrə böldülər. Hər bir hissənin uzunluğunu tapın. 49-cu suala baxırıq. Bir daha burada biraz kiçik bir düzəliş etdim. 25 metrlik taxta parçasını 4 dəfə kəsməklə bərabər hissələrə böldülər. Hər bir hissənin uzunluğunu tapın. Deməli, biz baxın, bu 25 metrlik parçadır. Biz bunu 4 dəfə kəsirik. 1, 2, 3 və bir dəqiqə biraz uzun götürək və 4. Baxın, 1, 2, 3, 4. 4 dəfə kəsiriksə biz bunu. Bu 1, 2, 3, 4, 5 hissəyə ayrılır. Bilirik ki, n kəsim n üstəgəl 1 parça. Bu qaydamızı əvvəlki videolarımızda da həmişə də deyirik. N kəsim n üstəgəl 1 parça. Siz də qeyd etsəz çox yaxşı olar. N ədəd kəsim var və n ədəd kəsimdən n üstəgəl 1 parça alınır. Tutalım ki, 10 dəfə kəsim ediriksə 11 parça alınır. Bu şəkildə. İndi 4 dəfə kəsməklə bərabər hissələrə bölüblər. Hər bir hissənin uzunluğu ümumilikdə 25 deyildi. 25-i 5 hissəyə bölmüşük. 25-i 5-ə böldükdə cavabımız olacaq 5. Hər bir parçanın uzunluğu olacaq 5 metr. 8045 ədədində yüzlüklər mərtəbəsinin neçə vahidi var? Baxırıq. Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsində duran rəqəm 0-dır və bunun mərtəbəsinin vahidi də elə 0-dır. Verilən əməlin nəticələri ilə bağlı doğru fikirləri müəyyən edin. Gəlin ilk öncə vuraq. 286-nı vuracaq 26-ya. Vurma əməlimizi yerinə yetirək. 6 vur 6, 36, 6 yazacaq. 3 yadda 6 vur 8, 48, 3 də yadda 51, 1 yazırıq. 5 yadda. 6 vur 2, 12, 5 də yadda 17. 2 vur 6, 18, 2 vur 6, 12. 2 yazırıq 1 yadda. 2 vur 8, 16, 1 də yadda 17. 7 yazırıq 1 yadda. 2 vur 2, 4, 1 də yadda 5. Bunları toplasaq 6, 3,
14 4 yazırıq. 1 yadda 6 bir də yadda 7. 7436. Hasil 4 rəqəmlidir fikri doğrudur. Hasil 4 rəqəmlidir. Hasil cütədətdir. Bəli. Hasil 7436-ya bərabərdir. Bəli, doğru fikirdir. Hasildəki mərtəbə vahidlərin cəmi 33-ə bərabərdir. Mərtəbə vahidlər dediyinə görə 1 üstəgəl 1 üstəgəl 1 4-dür. 36 deyil. Hasil 3-ə tam bölünür. Yəni bu fikri yoxlayaq. Bilirik ki, ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd özü də 3-ə bölünür. 7 üstəgəl 4 üstəgəl 3 üstəgəl 6 10 deməli 20 edəcək. Bəli, 23-ə bölünmədiyi üçün bu fikir də yanlışdır. Doğru fikirləri müəyyən edin deyil. Onda cavab olacaq 1, 2, 3 A bəndi. Diametrlər 4 və 12 olan çevrələrin mərkəzləri arasındakı məsafə 18 cm olarsa, bu çevrələr arasındakı ən yaxın məsafəni tapın. Əgər diametrimiz 12-dirsə, radiusumuz 6-dır. Əgər diametr 4-dürsə, radius 2-dir. Və bizə bunlar arasındakı məsafənin 18 olduğunu deyir. Bir dəqiqə. Mərkəzlər arasındakı məsafə 18-dir. Və bizdən onlar arasındakı ən yaxın məsafəni istəyir. Yəni, baxın, bu məsafəni. Deməli, 2, burada 6. Birlikdə radiuslarını çıxsaq, yəni 18-dən 8-i çıxsaq, cavabımız qalacaq bura 10. Verilən tənliyi həll edək. 2x üstəgəl 8 bərabərdir 48-dirsə, 8-i keçirik sağ tərəfə. 2x bərabərdir 48 çıx 8. 2x bərabərdir 40-a, x də bərabərdir 20-yə. Samir gedəcəyi yolun əvvəlcə 8-də 2-sini, sonra isə 8-də 4-ünü getdi. Elə bilək ki, 8 dənədən, baxın, 8 dənədən əvvəlcə ikisini gedib. Bu ikisini gedib. Sonra isə 4-ünü gedib. Yerdə nə qədər qalıb? 8 dənədən ikisi. Tam olması üçün 8-dən ikisini də getməlidir. Verilən bərabərliyin ödənməsi üçün x-in yerinə neçə yazılmalıdır? Yəni x-i tapaq. İlk öncə 190-ı vuracağıq 14-ə. Sıfırın mənası yoxdur. Buradan yaza bilərik. Ən sonuna cavabın. Ancaq qalsın belə. 4'ü vuracağıq 0'a 0. 4 vur 9. 36 6 yazırıq. 3 yadda 4 vur 1 4. 3 də yadda 7. Burada isə 0 9 1. Toplasaq burada 6 1 yadda 16 edir. 1 də yadda 2 1 1 də yadda 2. 2660. İndi 2660 bərabərdir. X üstəgəl 1450. X'imiz bərabərdir 2660 çıxısı 1450. 1450-ni çıxırıq. 0, 1, 2, 1. X də bərabərdir 1210. Keçək 56-cı sualımıza. Verilən ifadənin qiymətini hesablayın. İlk öncə 1246-nı vuracaq 3-ə. 3 vur 6, 18, 1 yadda. 3 vur 4, 12, 1 də yadda 13. 3 yazırıq 1 yadda. 3 vur 2, 6, 1 də yadda 7. 3 vur 1, 3. Bura oldu 3738. Sonra 98'i böləcəyik 2'yə. 9'un içərisində 2, 4 dəfə 8, 1 yadda 8'i yazırıq. 18'in içərisində 2, 9 dəfə 18, burada isə 0. Bura oldu cavabımız 49 və 58. Gəlin indi 3738-dən çıxırıq 49'u. 18'den 9 çıxdıqda 9. Burada 2 qaldı. 1 onluq alırıq. 12'den 4 çıxdıqda 8. Burada 6. Burada 3. 3689. Üzərinə də əlavə edirik 58'i. 9 ilə 8 17. 7 yazırıq 1 yadda. 8 ilə 5 13. 1 də yadda 14. 4 yazırıq 1 yadda. Burada 7. Burada da 3. 3747. Oteldə 160 otaq və hər otaqda 2 çarpayı var.
Oteldə cəmi neçə çarpayı var? 160'ı vuracağıq 2'yə, çünki hər otaqda 2 çarpayı olduğu üçün. 2 vur 0, 0, 2 vur 6, 12, 2 yazırıq. 1 yadda, 2 vur 1, 2, 1 də yadda 3. Cavab olacaq 320. Deməli, buradakı məlumatlara əsasən sualları cavablandırmalıyıq. Sinifdəki şagirdlərin boyları haqqında məlumat cədvəldə verilib. Şagirdlər boy sırası ilə azalan istiqamətdə düzülən zaman ən axırda neçə santimetr dayanar? Yəni ki, ən kiçik hansıdır? Bizdən soruşur ki, boyu ən kiçik olan kimdir və neçə santimetrdir? Ən kiçik olan gördüyümüz kimi çiçəkdir və çiçəyin boyu 154 santimetrdir. Ən hündürboy və ən qısa boy şagirdlər arasında nə qədər fərq var? Ən hündürboy kimdir? Baxırıq, Gəraydır, 185 cm boyu var. Ən qısa boyu bayaq dediyimiz kimi çiçəkdir. Çiçəkin isə 154 cm boyu var. Bunların fərqi alt-alta çıxaq. 5-dən 4 çıxdıq 1, 8-dən 5 çıxdıq 3, cavab eləcək 31. Gərayın boyu neçə santimetrdir? Ən hündür boy Gəraydır. Gərayın boyu isə 185 santimetrdir. Bu qədər videomuzun sonuna çatdıq. Videonu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Hər birinizə uğurlar, növbəti videolarda görüşənə qədər. Hələlik.